22 komanda 2 istiqamət, sayf və stage kateqoriyalarında innovativlik, mənfəətlilik, mediada işıqlandırma və münsiflər heyətinin sualını cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Sayf nədir? Sayf daha çox sərbəst sahibkarlıq istiqamətində formalaşmış layihələrdir. Sage isə daha çox qlobal ətraf mühitin hər hansı bir problemini həll edən layihələrdir. Və bizim münsiflər heyəti 4 kriteriya üzrə, 4 meyar üzrə bütün komandaları dəyərləndirir. Bu yekun tədbirin özündə də Minibos Bazar adlı bir tədbir təşkil olunur. Tədbirin qonaqları, valideynlər, ümumiyyətlə burada iştirak edən bütün iştirakçılar həmin layihələrlə daha yaxından tanış ola bilərlər, onları əldə edə bilərlər. Bu ilin aprelində keçirilən forum çərçivəsində 22 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınan sahibkarlarına və investorlarına nümayiş etdirib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra startaplara müvafiq qrant ayrılıb. 5 il ərzində məktəbimizin bir sıra uğurları olub. Beynəlxalq arenada 2 dəfə dünya çempionu, 1 dəfə 2-ci yerin sahibi, 2 dəfə isə 3-cü yeri qazanan ölkə məhz Azərbaycan olmuşdur. Eləcə də BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə 14 mükafat almışıq. Həmçinin Minibos Baku 75 filialdan 2 dəfə ən yaxşı filial adını qazanmışdır. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olunub. Gənc sahibkarlar tərəfindən bu il ərzində biznes yönümlü startaplarla yanaşı sosial yönümlü layihələr təqdim edilib.